sən? Beba. Alamatçılıq da iyi. Şükür Allah. Ana. Ne var öyle? Ana o gün baş beynim gedib ana mənim. Necə? Ana oturmuşam evdə, dizələm televizora baxıram. Aha. Birdən görürəm ana, işıq pulu yoxdur, gəlib qapımızı döyür. Yox ola. Ana ha. Gəldim baxdım dedim ana yox atmayacağım. Getdim gizləndim. Hala görürəm ana döyür. Hala açdım qapını dözmədim. Dedim ana qapımı tək görmüsən ana. Ha? Aha, o ne değil Kaç öyle? döyürsən mənim qapımı? Mən dedim bir daha şillə vursam sənə necə olacaq? Yok ola. Hala dedim get qonşunun qapını döydü. Hala dəmirdən də o. Gitti. Hala getdi gedəndə də mənə verib başı xarab da ona vurur hala. Düz Görməyə nə deyir hala? Kapaktı danışır seni. Ola ben bak. O günler falcının yanına gittim axı. Yok ola. Evet ola. Ola falcının yanına gittim. Ola kofede zaten fala bakırlar. Kofede? Evet ola. Ola kofeyi koyduk ama dedi gel iç. Dedim yok ben çaysız. Deyir öyle yok fala bakarım. Baştan karıp değil mi ayaksı. Ve dedim cillettim ona. Aburattı koydu oturup gözledi 5 dakika. Ne oldu? Ola 5 dakikadan sonra açtı böyle bakır böyle. Bana ne diyse yaxşıdır. Nə deyirsən? Deyir ki bu yaxınlarda işin düzələcək. Nə yoxdur? Ne meyana da düzələcək? Ha, Deyir, iş tutacaqsan da 5 ildən 6 ilə kimi. Deyir, Yoxdur da. 5-6 il yola verdi. Ona da boş pikər qalmaqdan işləyim, boş pul qazanım. Sonra deyir, onu bir dənə diqqətlə bax kofenin içinə, kimin şəklini görsən. Götürdüm, baxıram, orada kim olsa yaxşıdır. Kim? Uçaskovi. Yox hala. Evet ağa, deyir, bu burada nə azları var hala. Böyle deyir, hala bu verəcəkdə sən işi, deyirəm, ola çox sağ olsun, hala. Hörmətim artdı, hala. Hala. Daya olmasaydı. Hala. Ben de gelmiştim de o gün falsın yanına. Yoksa hala. 200 manat pul tuttum ona. Yok hala. Aha. Necə? Gittim kartta gazladım ona. O ne bileyim hala. Ha, güzel insan.